Deməli, bu sual tipində azot hidrogenlə reaksiyası yüksək təzyiq dönəndə bu arada katalizator iştirakı ilə qızdırılır. Nəticədə alınır amonyak. Əmsallaşdırırıq. Başda 4 mol azotu verib 8 mol hidrogeni. Sərfdə buna bax, arxasında deyir, reaksiya nəticəsində 4 mol amonyak əmələ gəlir. Deməli, onda belə yazacaq. Bizim reaksiyamızda 3 mol hidrogen sərf olunan 2 mol amonyak əmələ gəlir. Bəs 4 mol amonyak yarananda nə qədər sərf olunacaqdır? Bu eləyir 6. Eyni qaydadan azotu tapırıq və yaxud da ki, hidrogendən 3 dəfə çox sərf olunur da, əmsalına baxırıq. O zaman azotdan 2 sərf olunacaqdır. Tarazlıq halında 4-dən 2 çıxırıq, 2 mol azot qalıbdır, 8-dən 6 çıxırıq, 2 mol hidrogen qalıbdır və 4 mol da amonyak alınmışdır. İndi bizə deyir ki, bu zaman qabda maddələrin ümumi mol sayının neçə dəfə azaldığını. Bayaqlarım qaz 12 mol idi. İndi qaz bir yerdə 8 mol oldu. 12 bölü 8, o da bərabər 4-ə böldük 2, 3, 1,5. Yəni, Y variantı olacaq.